Bərdədə satıcının mağazada zəhərlənərək ölməsi ilə bağlı məlumatlar yayılıb. Sferaz bizim mediaya istinadən xəbər verir ki, faciəvi hadisə Bərdə rayonunun Əliyanlı kəndində baş verib. Kənd ərazisində yerləşən mağazaların birində satıcı işləyən rayon sakini 1998-ci il təvəllüdlü Sabir Əhmədov iş zamanı kimyəvi maddədən zəhərlənib. Məlumata görə hadisə zamanı Sabir Əhmədovun səhhəti qəfil pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da həkimlərin müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və gənc satıcının mağazanın içində həyatını itirdiyi bildirilib. İlkin ehtimallara əsasən ölümə mağazada istifadə edilən və ya saxlanılan kimyəvi maddədən zəhərlənmə səbəb olub. Hadisənin dəqiq baş vermə səbəbləri, zəhərlənməyə gətirib çıxaran amillər və hansı kimyəvi maddənin istifadə edildiyi aparılacaq ekspertizaların nəticəsindən sonra məlum olacaq. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin bütün halları araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.